Qoç. Bugün qoçlar tələsik qərarlar verməyə meyilli olacaqlar. Buna görə də ailə daxilində münaqişələrdən çəkinin. Vəziyyəti həddən artıq gərgin və təhlükəli həddə çatdırmayın. Unutmayın ki, ehtiyatsız deyilmiş bir söz heç bir günahı olmayan yaxın insanları çox incidə bilər. Bugün hansısa himayədar sizi öz nəzarəti altına almaq istəsin, lakin belə təklifləri qəbul etməyə tələsməyin. Bu əksər hallarda həddindən artıq yüksək bədəllə ödənilən ciddi bir sınaqdır. Buğa. Bugün buğaların başqalarını dinləmək bacarığı xüsusilə faydalı olacaq. Tanışlardan əldə olunan məlumat dəyərli çıxacaq və yeni gəlir mənbəyinə aparıb çıxara bilər. Axşam saatlarında sahibsiz itlərdən ehtiyatlı olun. Kiçik qardaşlarınız tərəfindən insanlara qarşı aqressiya göstərilməsi ehtimalı var. Bugün buğalar istədikləri bir alış-verişi özlərinə rəva görə bilərlər. Bu alış büdcəyə ciddi zərər vurmayacaq, əvəzində isə sizə zövq verəcək. Əkizlər. Eyni tipli gündəlik işlər və məişət qayğıları hər kəsi əsəbdən çıxara bilər. Ruh düşkünlüyü depressiya təhlükəsi yaradır. Bunu daha da dərinləşdirməmək üçün yola çıxın. Bağ evinə, dostların yanına gedin. Hətta qısa bir yaxın səfər belə stresi azaltmağa kömək edər. Qaydanda fırtına artıq soğuşmuş olacaq. İkinci yarınız isə sizi darıxaraq gözləmiş olacaq. Axşam saatlarında dərhal məişət işlərinə baş vurmağa tələsməyin. Romantik bir gün keçirin. Məsələn, evdə şam yeməyini ləğv edib restorana gedin. Xərçəng. Bugün xərçənglər üçün xırda xoşagəlməz hallar istisna deyil. Bugün spirtli içkilərin qəbulunu məhdudlaşdırmaq, qida məhsullarının keyfiyyətinə diqqət yetirmək və fiziki yüklənmədən qaçmaq tövsiyə olunur. Dostlar və ya qonşularla münasibətlərdə mübahisə və qarşıdurmalar baş verə bilər. Bugün emosiyalarınızı cilovlamağa çalışın və neqativi yaxın insanlara yönəltməyin. Əksinə, məhz indi onlara sizin tərəfinizdən göstərilən sevgi və diqqət çox xoş gələcək. Şir. Bugün şirlər üçün nəticəsiz gözləntilər və puç olmuş ümidlərlə xarakterizə olunur. Sağlamlığın pisləşməsi və ya emosional gərginlik ehtimalı kifayət qədər yüksəkdir. Bugün ağır fiziki yüklənmələrdən, elektrik alətləri və məişət texnikası ilə işləməkdən uzaq durmağınız məsləhətdir. Təcrübə aparmağa çalışmayın. Yalnız sınaqdan keçmiş üsullara güvənin. Ulduz falı şirlərə bugün yalnız ən yaxşı bildiyiniz və peşəkar olduğunuz işlərə həsr etməyi tövsiyə edir. Qız. İstirahət, düşünmək, xəbərləri təhlil etmək, eləcə də əyləncəli tədbirlər üçün əlverişli gündür. Əziz qızlar, bugün daha çox vaxtınızı təmiz havada keçirməyə çalışın və mümkün olduqca şəhərdən kənarda olun. Məsələn, meşədə gəzintiyə çıxın. Həddindən artıq yorulmağa yol verməyin, çünki bu özünüzü necə hiss etməyinizə mənfi təsir göstərə bilər. İstisna deyil ki, bugün gözlənilməz bir xəbər alasınız və ya yeni bir məlumat öyrənəsiniz. Üstəlik bu informasiya sizin üçün çox faydalı ola bilər. Tərəzi. Bugün tərəzilər üçün emosional baxımdan bir mənalı olmayan bir gün olacaq. Əvvəlki dövrün gərginliyinin təsiri və yığılıb qalmış yorğunluq özünü göstərəcək. Bu mərhələdə qohumlar və yaxın insanlarla münasibətlərdə qayğı və diqqət xüsusi əhəmiyyət kəsb edir ki, onların tərəfindən qısqanclıq və paxıllıq halları yaranmasın. İstəsəniz yaradıcılıq qabiliyyətlərinizi üzə çıxara və ya cəmiyyətdə hazır cavablığınızla seçilə bilərsiniz. Gün alış-veriş üçün əlverişlidir, yalnız bahalı əşyaların alınması istisna olmaqla. Əqrəb. Bugün əqrəbləri əhatə edən astroloji şərait, fantaziya və yaradıcılıq qabiliyyətlərinin həyatın ən müxtəlif sahələrində üzə çıxmasına şərait yaradacaq. Bugün ev ocağının abadlaşdırılması və qayda-qanunun yaradılması baxımından sizin üçün uğurludur. Yaxın insanlarla münasibətlərdə çətinliklər gözlənilmir. Əksinə, əvəzində etibar və harmoniya hökm sürəcək. Axşama doğru məişət qayğıları sizdən qətiyyətli bir addım tələb edəcək. Ailə dairəsində kiçik bir bayram təşkil edin. Keçən axşamın xoş xatirələri həm sizin, həm də yaxınlarınızın yaddaşında uzun müddət qalacaq. Oxatan. Bugün oxatanlar üçün bir çox baxımdan mürəkkəb və ziddiyyətli bir gündür. Sizin mənəvi mahiyyətiniz sanki güzgü kimi ətraf mühitdə əks olunacaq. Günün əlamətlərini diqqətlə müşahidə edin və onları düzgün təhlil etməyə çalışın. Yaxın gələcəyə dair yeni baxış bucağı formalaşa bilər, lakin düşüncələrinizi başqaları ilə bölüşmək məsləhət deyil. Çünki bu, lazımsız diqqət cəlb edə bilər. Etibarsız hesab etdiyiniz insanlardan bugün uzaq durmağa çalışın. Hətta əvvəllər sizi uzun müddətli münasibətlər bağlamış olsa belə. Oğlaq. Bugün oğlaqların diqqət mərkəzində əsasən daxili tarazlıq, mənəvi rahatlıq və xarici təsirlərə qarşı müqavimət olacaq. Gün alış-veriş və ciddi maliyyə xərcləri üçün əlverişli deyil.
Ümumilikdə bu gün maliyyə xərclərindən uzaq durmağa çalışın. Günün ikinci yarısından etibarən ətrafınızdakı insanlarla münasibətlərdə səbəbsiz kiçik mübahisə və anlaşılmazlıqlar baş verə bilər. Xroniki xəstəliklərin kəskinləşməsi mümkündür. Həmçinin diqqətli və ehtiyatlı olun, çünki xəsarət alma ehtimalı artır. Dolça. Əziz dolçalar, bu gün sizin bürcünüz üçün xəsarət riski yüksək olan bir gündür. Buna görə diqqətli olun. Həmçinin ailə ilə bağlı, xüsusilə mülkiyyət məsələlərinə aid işlər sizi narahat edə bilər. Həyata pozitiv münasibət göstərmək bu dövrün bütün neqativ təsirlərini dəf etməyə kömək edəcək. Bu gün məsləhətçilərin sözünə qulaq asmayın. Başqalarının tövsiyələri bu gün yalnız zərər verə bilər. Ən yaxşısı daxili səsinizə etibar etməkdir. Bu gün üçün ən optimal qərar təbiətdə istirahət etmək. Bu isə növbəti bir neçə gün üçün pozitiv enerji verəcək. Balıqlar. Balıqlar üçün gün kifayət qədər gərgin keçəcək. Bu gün həyatınızda çətinliklər ola bilər. Fiziki vəziyyətiniz də yüksək səviyyədə olmayacaq. Avtomobil idarə edərkən diqqətli və ehtiyatlı olun. Bu gün dostlarınız və ya qohumlarınızın köməyinizə ehtiyacı ola bilər. Bu gün qida və spirtli içkilərin qəbulu ilə ölçülü olun. Yaxınlarınıza təzyiq göstərərək qərarlarınızın düzgünlüyünü sübut etməyə çalışmayın.